Güney Azərbaycan Milli Hərəkatı olaraq 25 il və ya 30 ildən bəri İranın genəlində seçimləri boykot, təhrim eləməyə çalışırıq və millətimizə bu konuda bilgi vermək və milləti bilgiləndirməyə çalışırıq. Çünki tarix göstərib ki, İran farsçılıq və şuubiyyətçilik adı altında heç bir rejimin Türklərə, özəlliklə Güney Azərbaycan bölgəsinə heç bir verimi olmamışdır, heç bir etkisi olmamışdır. Yəni etkisi müsbət yöndə olmamışdır. Həp aşağılamağa, həp geri saxlamağa, dalı saxlamağa çalışmışlar. Heç bir özəlliklə iqtisadi, ekonomi dəyəri Güney Azərbaycan bölgəsinə olmamışdır. Həp Güney Azərbaycanı hər zaman ögey bir bölgə olaraq görüblər və yatırımların, sərmayəgüzarlarının çoxu mərkəzdə, məxsusən İsfahan, Şiraz, Tehran, Məşhəd, Yəzd, Kerman bu bölgələrdə olubdur. Onun üçün biz hər zaman demişik ki, seçimlərə qatılmayaq. Çünki bu seçimlər ilk öncə bunu hamımız bilir ki, saxtadır. Heç bir insanın özgürcə bu seçimlərdə qatılma haqqı yoxdur və sadəcə özləri bəyəndiyi insanı iləri sürüb və önə götürürlər və bunlara oy verin deyirlər. Yəni mən bunu seçdim, siz buna oy verin deyirlər. Yəni millətin rəyinin heç bir orada etkisi yoxdur. Amma onlar bu rəyi aldığında iyicə, çox yaxşı dünyada kullanırlar. Məsələn, deyirlər ki, millət rəyi veribdir. Məsələn, Əhmədi-Necad, Xatəmi, Musəvi, Ruhani rəisum prola. Deyirlər, millət rəy verib ki, bu nizam qalsın. Millət bu nizamı himayət edir və rəy verir. Onun üçün bunu biz boykot edib və təhrim eləmişik hər zaman. Hər ləhazdan, ekonomi, kültürel, ictimai, fərhəngi, mədəni, hər cür bizim zərərimizədirlər bunlar. Yəni aslında biz bunların vaqiyyətin, bunların gerçəyini qəbul eləmirik belə. Yəni bunlar gerçəkləri heç bizim qəbulumuz deyil. Dalda oyun beziyə bilərlər. Amma bunların gerçəyi bəllidir ki, Türk düşmanlığı, Azərbaycan düşmanlığı bunların hər zaman beyinlərində vardır. İkinci mərhələdə, amma bu seçimlərdə bəzi bölgələrimizdə bizim üçün bir önəmli gəlişmələr olur, önəmli bir addımlar atmaq zorunda qalırıq. Özəlliklə Batı Azərbaycanda, məxsusən Urmiya, Sulduz şəhərlərində bir də panfarsizm, şuubiyyətçiliyin yanı sırasında Kürd məsələsi vardır. Kürt meselesi dediğimde Kürt'le olan bir sorun yoktur. Yani. Kürt'le bir sorun değil. Ancak burada Pankürdizm ve Azerbaycan bölgelerini öz torpaqları olmaq göstermek için çalışanlar ve terör hareketlerine el vuranlarla karşı karşıyayıq. Ve bu arifədə biz görürük ki, İraqın quzeyindəki Barizani ailəsi və İran rejimi əlbir olurlar ki, orada propaganda yapsınlar, təbliğat yapsınlar ki, Batı Azərbaycanın bu bölgələri Kürtlərindir, ya Kürtlərə biraz ehsas verirlər. Amma bunun yanı sırasında bizim millətimiz də o zamanlarda oyanıq olmaları lazım. Biraz öncə sizə dedim ya, İran rejimini istəyir ki, dünyada belə deyirsə ki, millət gəldi, bizim rejimə oy verdi. Bunun yarınsasında Kürtlər də gedib, məsələn, uluslar arasında, Sazman Millədə, Hüquq Bəşərdə, baxın bir Kürtlər Urmiyədə, Kürtlər Sulduzda, Kürtlər bilməm, Qoşaçayda, ya Kürtlər Bukanda, Kürtlər Piranşəhərdə, Kürtlər Sərdəşdə oy gətirdilər, Kürtlər Mahavadda oy gətirdilər. Belə bir şeylər propagandasını istifadə edirlər. Biz bu arada rəqabət doğru olmasa da, yəni orada rejim özü istədiyi kimi oynasa da, biz o ərəfədə millətimizi həm panfarsizm düşmanlığına doğru oyandırırıq, həm terrorizm, Kürt terrorizminə qarşı millətimizi oyandırıb ayaqda tuturuq. Bunun üçün mənim baxış açımdan Batı Azərbaycanın önəmli şəhərlərində ki, belə bir Kürtlərin propagandası var. Gücləri olmaya bilir, ha, propagandası var. Biz də o propagandaya qarşı öz millətimizi ayıq tutub və hər zaman meydanda olmalarını istəyəcəyik. Yəni meydanda olmaq budur. Yəni sən meydanda olacaqsan ki, dünyaya mesaj verəsən ki, mən torpaq kimsəyə verməm və verməmişəm, yenə də verməyəcəyəm.
Beləliklə biz İranın genəlində Batı Azərbaycan xaric seçimləri boykot edirik. Amma Batı Azərbaycanda biz bunu yapmırıq. Batı Azərbaycan Urmiyə mərkəzli Batı Azərbaycanda özellikle Sulduz ve Urmiye şehirlerinde biz her zaman aktivlərimizin, yani şəhər fəalları, şəhərdə meydanda olan fəallar hər nə qərar versələr biz onların yanındayıq. Onların dəstək veririk, onların qəbul edildikləri, önə sürdüklərinin arxasında dururuq və onlarla bərabər meydanda gənclər, ağsaqqallar, xanımlı, ağalı bərabər yürüməyə hazırıq ki, dünyaya mesajımızı vermiş olaq. Panfarsizm ola, Kürt terörizmi ola, canı gönüldən bunlara qarşı savaşacağıq, bunlara qarşı ayaqda duracağıq və bunların bizim torpaqlarımıza göz dikməsinə və bizim torpaqları geri saxlamasına müsaade etməyəcəyik. Çox sağ olun, təşəkkür edirəm.